Toğluq Tömürxan, Abdüvəli Əli, 9-cı bab, Qurultay, 302-ci bəddən başlandı. Malaman əl danışmən sərkərdəgi muhtaç, namrat ailə çivər xotunğa, Uyğur xalq əqliyə sözlərdən. Miladiyə 1348-ci ili Ədiyazның o'ttirlari. Çağatay ulusunun dön qışlaq jangallıqda qızğın davamlaşıyatqan Ədiyazlıq şikar fəaliyyəti Doğlat Ulusbegi Əmir Bulacının Qurultay çağırış toğrusudaki pərmanı bilən üzüb qoyuldu. Qeyri Əmir Bulacığa nima bala keldigine deyişətdi şikarının tuyuqsuz üzülüb qoyulğınıdan cuduni 40 kez örlegen əmirlər. O yana kimni xan qılıb tikilməkçi boldigine, onun şikarını toxtutushi bir xanni zorluq bilan ağdırıb taşlab, onun ornuğa şununğa oxşaş yana bir xanni qoyuş üçünmü? Əgər şundaq boludigan bolsa, özünün biligini qiliversə bolmamdı. Bizning parvayimiz pələk. Şundaq bolsumu, Turğa otlar Çağatay ulusidagi hər bir qabilələrinin ulus bəyləri, ulus əmirlərini, aqsaqallarını Əmir Bulacı Doğlatның təklifi boyunca şikardan Toğluq Tömürning dön qışlaqdagi xan çedarğa əkilishdi. Dön qışlaq şu çağlarda Qum Dəryası deb atıladigan Aqsu Dəryasının boyığı joylashgan qadimqi bir jangallıqning nomi bo'lib, xan çediri tikilgan daryo yaqisida keng bir meydan bar edi. Bugun aşu meydanning atrofiga qator tizvitilgan harbilardan egiz ihata temi hosil bo'lgan edi. Xan çedirining oldiga yasalgan yog'och supining ikki yeniga shikar g'animatlari tag'dak dövlətilgan edi. Çağatay ulusidagi hər qaysi qəbilə aymaqlarının aqsaqalları və uluq əmirləri öz adamlarını başlap tərəp-tərəpdən bu meydanğa eqib kirişməkdə idi. Xan çedirinin işki aldıda qetib turuşqan 4 turğavut xan çedirinin içigə uluq əmir bilən aqsaqallarını ötküzüb qalğanlarını çedir sırtıda tosub qoydu. Xan çedirinin 4 tərəfigə qatar 5 orun rastlanğan bo'lib, qaq o'ttirsidagi o'rin qalğan 2 tarafdagi 4 o'rindan sal egizroq qilib tayyorlangan edi. Uluq əmirlər kelib buluşqandan keyin Turğavotlar Çağatay ulusidagi 4 huquqliq ulus bəylərini tördəki yeliqi egiz o'rinning 2 tarafiga o'rinlashtirib o'ltirg'izdi. Çağatay ulusidagi qalğan əmirlər bilən aqsaqallar xan çedirining yan tərəfini çörədəb rastlanğan o'rinlarga təklif qılındı. Törgə rastlanğan 5 o'rinning o'ttirisi Çağatay xanzadisi Toğluq Tömürgə atalğan bo'lib, sol tərəfdəki 2 o'ringa Doğlat Ulusbegi Əmir Bulacı bilən Doxtavi qabiləsinin uluq əmiri Şiravul Doxtavi o'ltirdi. Oң tərəfdəki 2 o'rinda Barlas Ulusbegi Əmir Qazğın bilən Suldus Ulusbegi Əmir Bayan Suldus o'ltirdi. Bir çağda Əmir Bulacının qocidari xan çedirgə kirib Əmir Bulacığa g'izanın tayyor bo'lib qolganligini xabar qildi. Hörmətlik Ulusbegi janoblari, tamaq tayyor bo'ldi. Mehmonlaringga atığan dasturxonni silishqi mumkinmikin? Ayab o'ltirmay hammani akriver, deb buyurdi Əmir Bulacı gidiyib turib. U xuddi qeyrib mağdurdan ketgan, ammo hayvisi ketmagan tağ bir kütüge o'xshab qolgan edi. Ulusbegi Əmir Bulacının tavaqçıları arqa-arqadan xan çediriga kirishga başladı. Ularning hər biri birdən tavaq kötürüb alğan bo'lib, qo'jidarning isharati bilan qo'lidagi at usulgan tavaqni apchillik bilan hər bir mehmonning oldiga joy-joyida qo'yib chiqishdi. Cho'ng qabilalarning uluq əmirlərinin oldiga go'shtning esil yerlari tartildi. Odatdagi qabilalar əmirlərinin oldiga bo'lsa, go'shtning odatdagi yerlari tartildi. Monğollarning dasturxonida qo'y go'shi bo'lsin yoki boshqa malning go'shi bo'lsin, pishqandan keyin qadimdan tartib kelayotgan odat bo'yicha har qaysi so'ngaklar bo'yicha uyga-uyisidan ajratiladi.
Ular bu işni dastıxanda məxsus göş parçalaş işi bilen şug'ullanadigan bökel dep atıladigan mahir adamlarga tapşıratdı. Ular gavdisi bilen bütün pişirilgan malning go'shini avval o'ttiridan 2 qilib bo'lib olatdi da, andın uni 24 ügriga ayırıp dastıxanga daxil bo'lgan mehmonga qarab yoki 24 tavaqqa yoki 12 tavaqqa selib dastıxandagi asosli mehmonlarning har biriga birdan tavaq keltiratdi. Agar mehmon ko'p bo'lsa, 2-3 mehmonga bir tavaqdan keltiratdi. O'ttirida puti tegishmay yugurishib yurishgan tavaqchilar mehmonlarning oldiga semiz at, go'sht besilgan tavaqlarni kayni-kaynidan quyishga boshladi. Ular Do'g'lat, Barlas, Do'xtaviy, Sulduz qatorliq 4 qabilaning ulug' amirlari oldiga 4 cho'ng tavaqda at go'sht keltirishdi. Bu 4 amir Chag'atay ulusi ichida alayda imtiyozga ega 4 cho'ng qabilaning oqsoqollari bo'lib, ularning oldiga ayrim holda bir tavaqdan at go'sht qo'yilganligi ularga bo'lgan alayda hurmatning belgisi edi. Tavaqchilar Xo'jadarning sharti bo'yicha qolgan mehmonlarning oldiga 2 kishiga bir tavaqdan go'sht keltirishdi. Barlas qabilasining hozirgi ulusbegi Amir Qazg'in bilan Sulduz qabilasining ulusbegi Amir Bayan Sulduzning oldiga qo'yning o'ng beqini bilan so'l beqinning go'shi qo'yilgan edi. Bu Do'g'lat ulusining ulusbegi Amir Bulajining ularni o'ziga hammadan bak yaqin ko'rganligining ifodasi edi. Tavaqchilar so'rindagi mehmonlarning hammasiga go'sht tartib bo'lgandan keyin Xo'jadar Amir Bulajiga qaradi. Amir Bulaji mehmonlarni go'shtga eg'iz tekkizishga taklif qildi. Qadrlik ulug' amirlar, nemishqa qarab tursizlar? Sizlar biz Do'g'latlarning hurmatlik mehmonlari. Qani dasturxonga marhamat. Xo'jadar tavaqchining qo'lidan qo'yning meytimib turgan yanpishi bilan beshi usulgan tavaqni elib, ulusbegi Amir Bulajining oldiga berib tizilib o'ltirdi. Amir Bulaji 2 qo'li bilan tavaqni oldi va o'zining oldiga qo'ydi. Andın belidagi yapılaq kumush potisiga qistirug'liq xanjirini g'ilabdan sug'urib olib, qo'yning bir qulqini kesib olgandan keyin og'ziga soldi. Andın yana bir qulqini shartida kesib olib, to'rda alayda o'rinda o'ltirgan Barlas ulusbegi Amir Qazg'iniga berdi. Bir hazadan keyin mehmonlar oldiga qo'yilgan go'shtlarni yeb bo'lishib, maylashib ketgan qo'llarini tavaqchilar sungan yog'liqqa surtishdi. Amir Bulaji mayliq barmoqlari bilan burut soqollarini silkivatgandan keyin juusining peshini, o'tkining qo'njini mayladi. Qolgan bag amirlarmi uni do'rishib, mayliq barmoqlari bilan avval soqol burutlarini, andin o'tikning qo'njilarini maylashdi. Tavaqchilar chalg'ajilab tashlab qo'yilgan so'ngaklarni quruqdilib qolgan tavaqlarga silib, chiqib ketishdi. Uzoq o'tmay saqiylar har xil ichimliklardan akirishga boshladi. Ichimliklar kuchila silingan kuchli qimiz bilan qarza deb atiladigan sut harqi edi. Saqiylar bu jildab ko'pishib turgan o'tkir ichimliklar bilan liq to'ldirilgan cho'chaklarni doira bo'lib o'ltirishgan mehmonlarga sunishdi. Har kim o'zi xohlagan ichimliklarga qo'l uzatishdi. Kuchlik süt harg'i Amir Qazg'inining ichini siyirib ketdi. U nima bo'lganini bilolmay, irg'ib o'rnidan turib ketdi-da, asrab dam oldi. Janobi ulusbegi, bu nima o'zi? Janobi Amir Qazi, bu mu sharobning bir xili? deb xiqirab kuldi Do'g'lat ulusbegi javoban. Voy, sharob bo'lmay qurib ketsin. O'tga o'xshaydi ekan-ku bu. Bu chaqda Xo'jadar uzartgan mayliq go'shtni upul-tupul og'ziga silib chaynagandan keyin Amir Qazg'inning tamiqi bir oz besildi. Xon chedirining oldida, qo'llarida nayza, agri qilish va o'q siliqliq sadoqlarni tutishgan turg'avutlar qator o'ri turishgan edi. Ularga
Taşdömür Bahadır başçılık kılmakta idi. Meydanda mığıldap duruşkan adamlarının bazıları harvılarının üstüge çıkıp algan idi. Kişiler bir amal kılıp Han çedirinin aldığa yakın berivilişke urunatdı. Kollarga yalın açlangan kılıç tutkan turgabutlar devrep durgan halayıqni Han çedirga yakın keltirmeslikке keyniga çekindirip turatdı. Bir çağda Han çedirinin işki içilip, içidin uçsida sözer yaqılıq kimxap juvu bilen yapılaq kümüş pota, beşida qarı kimxap ciyeklik Mongolca din qalpaq, sangılap düşken burutları bilen saqılı koşulup ketken qızıl yüzlük qursaq salgan Ulusbegi Emir Bulacı çıkıp geldi. Arkasıdan hukukluq Ulusbegleri, uluq emirler ve 4-5 Mongol gigen lamaları Emir Bulacı'nın bıqıllardan çıkıştı. Ulusbegi Emir Bulacı Han çedirinin aldıdaki yağaçtan yasalgan supu üstüge çıkkanda kalgan Ulusbegleri, uluq emirler, aksakallar ve Mongol gigen lamaları yağaç supunun iki tarafıda qatar tizilişip turuşdu. Çağatay ulusudaki Doğlat, Barlas, Keret, Sulduz, Doktavi, Erginatun qatarlıq qabila aymaqlarının uluqları yağaç supunun aldıda gediyip turuşatdı. Ular uçsığa təngi güllük tətilla ve ranglik tavar turqılar bilen taşılınıp tikilgen körgem juva, yan izmilik yipek nimci tonlarını kiyip algan edi. Bəg əmirlərinin arasıdaki həmmidin qeyrisi bolğan Şiravul Doktavi aldığı çıkıp, həmmidin aval Doğlat Ulusbegi Emir Bulacığa tizilnip baş urdu. Arqadan ornudun turup, beşidiki sözer terisidan taşılınıp tikilgen məxməl ciyeklik Mongolca din qalpıqını qolğa elip, bir az qorunganda qılıp şuk olturdu. Arqasıdan Emir Bulacığa qarap, çan qağıda çanıldap sözləşke başıldı. Dövlətin və mərtivən ziyadə bolsun, ezimin bilən köknün və Çağatay səltənətinin tayançı, Çağatay ulusunun əmirlər əmiri, tirik Quneşim, Burhani və bəglər begi bolğan hörmətlik Ulusbegi Emir Bulacı canapları, Çoğ Burhan və Quneşim Burhanlar, sana və senin əvladınğa uzun ömür ata qılğay, düşmənlərinin yüzü qarı bolğay, bizge oxşaş uluq əmirlər hər daim xizmetinde bolğay. Bu çağda supunun etrafıda turuşkan beyler, emirler ve Mongol gigen lamaları Şiravul Doktavi'nin bir işekki yük boluduğan, uzundun uzungu sozulgan bu sözlerge anca ehmiyet berişip ketişmey, ağzının uçudula vaqırışıp kuyuştu. Her daim hizmetinde bolğaymız. Salamet bolğaysan, kun işim Burhanımız, sana ve senin evladınğa uzun ömür ata qılğay. Ularının varang çürünlərinin ayağı besilmay turupla Şiravul Doktavi yeni sözləşke başladı. Ey hörmətlik Ulusbegi Emir Bulacı, menin sual soruşumğa ruxsat bergeysen, bizni nimişqi bu yerge yığdın, şikar meydanında nimişqa bir məhəl çaqırtdın, bunun səbəbini eytib bersen canabi uluğum. Ətrafıda özünü mənsitməyi gedişip turuşkan Ulusbek uluq Emir ақсақалlarga kapığını turup, salqın nəziri bilen qarab durğan Emir Bulacı, onun uzundun uzungu sozulgan bu sözlerden anca oduqub ketmedi. O, qolu bilen bilidiki Misran qılıcının kümüş dəstisini çın tutup, sürlük qiyabətdə salmaq sözləşki başladı. Ey, Burhanımızğı tivinğan, pak dillik bəg əmirlər, sözümge qulaq selinlar. Mən sizlərini bu yerge intayin mühim bir iş toğrısıda kengaş qilishqi chaqirtdim. Yılda bir dapqur buludğan ətiyazlıq şikarını toqtutup, bu qurultayını chaqirishda elbette mühim sebep var. Pütkül Çağatay ulusudaki el cemaat bir niyet, bir məqsədki kelib, Çağatay səltənətinin təqdiri bilen münasibətlik mühim bir çoğ məsilini həll qilishimiz gerek. Bunu ətigi qaldırışqa hərgiz bolmaydı. Bugünün özü de həll qılmağımız lazım.
Bu çağda yağaç süpünün ətrafıda örü turuşqan Moğol bəg əmirlərinin arasıdan "Qeni sözlə, hörmətlik ulus begi, anlavatımız, quluqımız səndə, qandaq iş bolsa qeni oturğu qoyub baxmamsan, anlap beqib bir нәрсе dəmiz" degan avazı anlandı. İt yili Bozanxan isyan götürgəndən tartib, Çağatay taxtida xanlarının ornu issimidi, dedi Əmir Bulacı qəxri bilan sözləb. Çağatay səltənəti xuddi küyü təşkən əski teridək ötmü tüşük bulub ketdi. Küçnük xoşna uluslar biz Çağatay ulusunun terixdək çeçilib, yer bilan yeksan bulub ketişini töt göz bilan kütüşməkdə. Ular Çağatay zımınğa öz bəg, öz xan buluşub, bizlərni bir parça nanğa, bir yutum sütgə, bir parça kegizgə zar qılıb, qanğır qaqışdıb, məqsdiga yetməkçi. Mubada ularning bu məqsdi işqi eşib qalsa, bu çağda Çağatay ulusidiki hər bir qəbilə, hər bir aymaq, hər 10 çidir adamdan bir adamni, hər 10 yılqıdan birsini, əgər yılqa qula bolsa qulini, toruq bolsa toruqni, alı bolsa alısını, körən qaşqı bolsa körən qaşqısını, bir 10dan birini seliq tariqisida ularga berishga to'g'ri keladi. Biroq bu uxlamay tush ko'rganlik. Chunki Çağatay zaminini mərhum buvimiz Çağatay xandan bizga miras qolgandir. Əmir Bulacı'nın məqsədini texici düşünəlməyən bəg əmirlər tit buluşdu. "Ey Əmir Bulacı", dedi işte ular. "Bunu sən etmisanmı bilimiz. Biroq sən zadı nemi deməkçi bolsan? Tola əzməngni əzməy bizga məqsədingni etqinçu." "Ey qiran bürkütlər, ey uluq buvimiz Çingiz xanğa izmi-iz əgişib minib sansızlığan düşmənlərini baş əgdürgən arslanlar, sözümge qulaq selinglar. Biz Çağatay səltənətini teximi qudret tapsun deydigan bolsaq, çoxum hazırının özüdə Çağatay xanның öz püştüdün bolğan və bizlərni uluq buvisi Çingiz xan və Çağatay xanlardək qalbidin qalbiga başlap mağa alaydigan, bizga qarşı chiqqanlarni yer bilan yeksan qilib tashlaydigan, uyur yılqılarni g'animat elib, erlarini qul, xotun didaklarni didak qilib haydab kelishimizga rahbarlik qila oladigan, qumdak chechilib ketgan Çağatay ulusini mustahkam bir saltanat atrofiga uyushtura oladigan qattiq qo'l, chivar va dana haqanni saylab chiqishimiz lozim. "Gepingo xata emas, lekin" deb vaqirdi kuchli qimiz ichib qizib olgan Barlas Ulusbegi. Əmir qazg'in gidiyib turib. "Lekin qeni sen aytayotgan Çağatay xanның öz püştüdün bolgan ashu xanzada. Onun üstüge Canabi Ulusbegi, mening şunu bilgim kelidi. Xan saylaydigan bundaq katta qurultayga başçılık qildigan huquqni sana kim berdi?" Bütün sorun əhli sözlügüçünün ağzıga hanvaqib qarab qilishdi. Bu çağda bütün meydan tim taslıqqa çömgen idi. Dal muşu çağda xan çedirinin işige içilib, çedirinin içidən igiz boyluq nevqiran Moğol yigiti chiqib geldi. "Mani mən, bu huquqni onunğa mani mən bergen", dedi u jaranlıq avaz bilan keskin sözləb. "Mani mən mərhum Çağatay xanның öz püştüdün bolğan Xaqan Esenbuğa xanның tuğluq tömür degan xanzadisi bolur mən." Əmir qazğın mənsitməslik nəzir bilan tuğluq tömürünün beşidən ayıqıqca sinçilab qarab ketdi. O gerçi buningdan 28 yil ilgari ölüb ketgan Çağatay xani Esenbuğa xanның tuğluq tömür deb atıladigan bir oğlunun Toxtavi qabilesida yaşaydiganligini anlagan bolsumu, amma hazır o Doqlat qabilesida panaqlanib turayotganligini o'ylabmı baxmagan edi. Şuna o istik Toxtavi qabilesining uluq əmri Shiravul Toxtaviga qaradi, o dərhal beşini burab başqa tərəfə qarğan bulub aldı. "Senin Çağatayның öz püştüdün bolğanlığınğa kim isbat bola alaydı? Mening Çağatay nəsəbidin ikənligimə hörmətlik uluq əmir Shiravul Toxtavi isbat bola alaydı." Bu çağda onun sözünü təsdiqləyən bək Toxtavi qabiləsinin ağsaqqalı
Uluq Əmir Şiravulduk dəvimi top içide turup. Canabi Toğluq Tömürxan alilərinin mərhum xanımız Çağatay xanның öz püştüdün bolğan Esenbuğa xanның oğlu işgənligigə manı mən ispat bulalayman dəb vaqır bidi. Əmir qazğın barlas yanıla tən bərməy. Senin tuturuqsuz gəp qılıdğan adam işgənligini kim bilməydi? Şuna senin bu əpqaççı gəpləringə işəngili bolmaydı. Qaçanki Toğluq Tömür özünün Çağatay nəsəbidin ikənligini ispatlaydıgan birər maddi ispat körüstüb dəlilləyəlisila, andın onun Çağatay zadılık nəsəbini etiraf qılğılı boludu. Xalayiqның arasında külki avazı anlandı. Bu çağda Toğluq Tömür qoynidan Çingiz xanның hayat vaxtıda ismi oyulğan və fəqət öz nəsəbitkilərgili berildiğən eliqi yolvaz sürətlik altın təntəkni çıxırıb, beşidin igiz götürüb xalayiqı körsətdi. Çingiz xan hayat vaxtıda tüzgən yasaqqa binaən, onun ismi oyulğan yolvaz sürətlik altın təmtək Çingiz xanның pərmanı süpütüdə rol oynaydı. Şuna Monğollarının hər qandığı bundaq yolvaz sürətlik altın təmtəkni körgən haman dərhal tızılınıb baş uruşu şərt idi. Bolmasa Çingiz xanğa bihürmətli qılğan degen günah bilən yasaqqa tartılıb beli oştulatdı. Toğluq Tömürünün qoludaki Çingiz xanның ismi oyulğan yolvaz sürətlik altın təmtəkni körüb, meydandaki Monğollarının həmmisi xuddi Laçınını körüb, kuvqığı bikinib alğan kəptərdək dərhal cim buluşub, tızılınıb, Toğluq Tömürge baş urğulu turdu. Bu çağda Toğluq Tömürünün xas nökərlərdən bolğan turğavutlar tərəp-tərəpdim. Muqaddas xanның pərmanini bəca kəlturunlar. Çağatay xani, Toğluq Tömür xan, canabi alilərdən gumallanğıcı bolmanlar, dəb vaqıraşdı. Meydan tim taslıqqa çömdi. Toğluq Tömürünün pütüktüsü Mevlana Şeyx Calalıddin ketki Əmir Bulacının işareti bilən qoludaki qağazni varaqlap oquşqa başladı. Pərmani aliğa qulaq salğayslar. Mərhum Çağatay xani Esenbuğa xan bunundan 28 yıl müqəddəm özü hayat vaxtıda pərmani ali pütüb şundaq vəsiyyət qılğan ki, bu pərmani alida mundaq deyilgən. Uluq Xaqan boğumuz Çingiz xan bilən Çağatay xanlar bizgə qalib Monğol qoşunlarını başlap bütün yeryüzünü boysun duruşunu tapşırdı. Əfsus ki, şum əcəl bununğa yol qoymadı. Şuna o arzu armanımızı orunlaşını kiçik xanış Mənglik xatunun qarnıdan pat arada yoruq dünyaga köz açıdığan püştümüz, əgər o pərzənd oğul bolsa, baqi qaldırdıq və onu özümüzgə varis qılıb bəlgilidik. Şuna bizgə sadiq vəfadar əmirlərimiz, qaplan yürək bahadirlərimiz, yengilməz noyunlarımız gepimizgə qulaq salğaysızlar ki, mübada bizdən keyin Çağatay ulusi xaqansız qilib, əl qumdak çeçilişqə başlasa, bizning püştümüzdən tuğulğan aşu pərzəntimiz, əgər o oğul boluduğan bolsa, onu izləb tepib, təxit səltənitimizgə xaqan qılıb oldurğuzqayslar. Vaxtı kəlgəndə o bütün Çağatay ulusunu yeni başdan birlik keltirib, müstəhkəm və qudretlik səltənət ətrafıqa uyul taşdak uyuşturub, Monğol xalqını qalbidən qalbiga başlap, şöhrətini aləmə yayıdı. Şuna biz onunğa Bahadır boğumuz Çingiz xan hayat vaxtıda öz qolu bilən ismini yazğan yolvaz sürətlik altın təmtəkni miras qaldırıb ketdik. Qaçanki onunğa varislıq ornığı nisbətən şübhə, guman peyda bolub, təxit məcrası yüz bərsə, o muşu yolvaz sürətlik altın təmtəkni çıxırıb kösəssin. Şunun bilən billə uruş, cəng işlərə və hakimiyyət yurtdarçılıq işlərə təcrübəsi mol bolğan Ulus Begi Əmir Bulacı canablığımı şundaq pərman berimiz ki, o pərzəntimizin tərbiyələb, səltənətinin altın tizginini qoldan çıxarmaslıqını hər vaqt ügütüb tursun. Şundaqla pərzəntimiz köpnü körgən, təcrübəlik, aqıllıq və dana doğlat Ulus Begi Əmir Bulacının etqan sözünü daim
quloq silib anglaydigan bolsun. Şundaq qilsa, farzandimizning qo'li osmondagi yulduzga yetidi. Jangda mangu yengilmas boludu. Bütün ziminga tenha hükümran bulalaydı. Fakat şu çağdıla bütün Çağatay ulusuga yığı galiyan, ağrıqsızlıq, aç yalıngaçlıq degenlerinin hemmisi tügeydi. Elde bütünley eminlik ornaydı. Biz belkim onu körelmesmiz. Biroq bu maqsadimiz farzandimizning qo'li bilan o'rinlansa, bizning u dunyodagi ruhimiz jazman xo'sh bo'ladi. Bizning umidimiz mana mushudur. Butkul Mo'ng'ul xalqining armanimi ham mushudur. To'g'liq Temirxon, Abduvali Ali, 9-bab, Qurultay. 315-bətdən başlandı. Bu çağda Əmir qazğınının həyyar közləri alaq-çalaq boldu. O, tinmasdan ətrafqa qaraydı. İnçikə barmaqları bilan şalan kusu saqılını çapsan taraydı. Büyük Xaqan Çingiz xanның ruhi bizni qalbiga başlığay, deb baqıraşdı yağaç supuның ətrafında turuşqan kişiler. Onlarning kuchlik sadosidan bütün döngqishlaq zilzilaga keldi. Esen Buğaxanның öz pushti bo'lgan To'g'liq Temirxon janobi oliylari bizni Çağatay xanның qarchig'i suratli qizil tug'ining ostiga uyushtirib, g'albidan g'albiga boshlab mangalaydi. Bahodir To'g'liq Temirxon, sening yo'lingda hammamizning jeni pida. Kişilərinin alqış sadaları içində Doğlat Ulusbegi Əmir Bulacı Toğluq Tömürni qoludan yetiləb, yağaç supa üstüge açıqdı. Toğluq Tömür tövəndə sancaq turuşub, özüge toxtamasdan alqış yağırtıvatqan Monqollarga təkşi köz silib çıqqandan keyin belidiki yolvas sürti düşürülgən altın toqılıq kəmirigi esiqliq əgri qılıçını soğurup aldı da, İgiz kötürüp turup, jaranlıq halda mundaq dedi. İyi batırlıqda, təngdassız sahib qaran bahadirlarım. Mən Bahadir atam, mərhum Çağatay xani, Esen Buğaxanның vəsiyyəti boyunca sizlərni qalbidən qalbiga başlap minib, bizge qarşı kelgen düşmənning beshiga çaqmaq bolup düşüp, yer jahanda düşmənlərinin qinini sal qılıb aqtırışqa qasam içimen. Bunun üçün mən bütün aləmni titretken uluq bovam Çingiz xan hayat çığıda tüzgen yasaqlarının hammasini əsliga keltirmen. Çağatay ulusuni qudrat taptırış üçün bütün elni Çingiz xan yasaqları bilen idare qilimen. Çingiz yasaqları boyunca tümen ağası, minbeşi, yüzbegi, 15 qatarlıq əməl mənsəblərini əsliga keltirishni jakalayman. Qarchig'i suratlik qizil to'q saltanatimizning alomatidir. Qizil rangga bo'yalgan at yali bilan bog'langan uzun nayza tuman ag'asining tug'i ikki tarafiga kokoli silingan tabil 105ning alomati bo'ladi. Butkul jang atlarının, igirining ikki tarafiga birdan nag'ri esib qo'yilishi kerak. Saltanat ma'murlari öz hükümlerini adalet bilen yürgüzüşü, tarixçilarga rahim şefqatlik bolışı lazım. Mening saltanatim soda setiqqa alayda ehmiyat berdi. Men ahaliga g'alib Mo'ng'ul qo'shinlarini ozuq tülük, yem xashak, at harva bilan ta'minlashni buyuruyman. Şunun bilan billa her bir atlık Mo'ng'ulning ikkidan eti bo'lishi, sadaqlarida o'qlari to'liq bo'lishi, qilich, jang paltisi, harisi va 10 danadan yengnisi bo'lishini talab qilaman. Qo'shin va aholi ichida qamchi qatorliq jazo qurollarini ishlatishni qat'iy ma'ni qilaman. Chunki bag amirlarimning har bir ig'iz so'zi o'zining qamchisiga o'xshash ahamiyatga ega bo'lmasa, undaq bag amir haqiqatan to'rilik layoqatiga loyiq emas. Bütün xaloyiq hayajonlandi.
tarap-tarapdan anlanıvatqan, barikallah, oğul bala yaraysan, bütün dünyani larziga salgan Uluq Xaqan Çingiz xanның haqiqiy püştü buluşqa layiq adam ikensen. Senin peşangni tutsaq dünya qolumuzda. Ömrün uzun bolsun degan alqış sadalary asman ziminni larziga keltirdi. Toğluq Tömür özüge alqış yangırtıvatqan xalayiqqa qol işareti bilen hürmet bildirgenden keyin sözünü yana davamlaştırdı. Mən sizlərə yana şunda qasam berimanki, etiqadımğa məngü sadiq boluman və bunundan keyin xalqımni aşu haqiqiy etiqad bilan qurallandırıb, Çağatay saltanatini mustahkam etiqad asası üstiga qurub chiqaman. Mən yeni başdan qurub chiqmoqchi bo'lgan Çağatay saltanati mərhum atam İsən Buğaxan və mərhum bovam Çağatay xanlar özləriga paytaxt tanlagan Quyas kök daladiki almalıqni yana özüge paytaxt qılıdı. Qalbilik yürüşlər ana şu yerdən başlanıdı. Biz ana şu Quyas kök daladın dünyaga yüzlənimiz. Yeni Çağatay xanı bulup saylanğan Toğluq Tömürnің sözüdен keyin hər bir Moğol qabilelərinin uluq əmərləri özlərinin ulus aymaqlarının namını çağırışqa başladı. Kərat, Erginatun, Qanlı, Jalahir, Barlas, Suldus, Doxtavi, Doğlat degan çoqan sürənlər yer cihanını qapladı. Bu çağda Doğlat Ulusbegi Əmir Bulacı qollarını pulanlatıp hədəb çoqan silişivatqan Moğollarni tinchlaninglar deb işaret qildi. Zimin və kökning tayanchi bo'lgan Uluq Burhanimiz Soldeyning yer yuzidagi naibi amirlar amiri, Burhanlar Burhani, Xanlar Xani, Çağatay Xani, Toğluq Tömür xan janobi aliylarga muborak bo'lsin deb xitob qildi. Meydanda upur-dupur buluşvatqan Moğollar Əmir Bulacının uzundan uzunğa sozulğan bu sözlərini düşünüb ketəlmedi və nemi dəb mədihə oquşunu biləlməy onun sözlərinin axirini təkrarlaşqa məcbur buldu. Xan alilərə mübarək bolsun, xan alilərə mübarək bolsun. Çoqan sürən yana Əmir Bulacının qol işareti bilan üzüb qoyuldu. Çağatay ulusunun etiqadi asasıga ziyan yetkiziyotgan İslam tərg'ibatıga qarşı turishni gigan lamalarimiz ta'xirsiz deb qaraydi, dedi u yenida o'ri turishgan Moğol lama giganlarga qarab qo'ygandan keyin. Shunga biz peshvolarimizdan ko'rsatma elib, Burhan dinimizning saplig'ini va Çağatay ulusunun uyul taşdak mustahkam ittifaqını qoğdaş üçün yenidən Çağatay xanı bulup saylanğan Toğluq Tömür xanның qarçığı sürətlik qızıl tuğu astığı uyuşup, zor nusretlər üçün atılınışqa qaddi bəl bağlıdıq. Bunun üçün mənki Doğlat Ulusbegi Əmir Bulacı Çağatay məmləkətinin yeni xaqani Toğluq Tömür xan namıdan şundaq pərman berimen ki, hər qaysi Moğol qabila aymaqlardaki hər bir çedirdən birdən kişi ləşkərliki yezilsin. Uşbu xan pərmanını orullaşqa hər qaysi qabilalarının uluq əmirləri və ağsaqalları cavabkar bolsun. Kimki xanның pərmanını orullaşdan baş tarsa və hər bir çedirdən birdən kişini ləşkərliki yetkizib bərmisə, meningdən hərgiz yaxşılıq kütmegəy. O, Barlas, Suldus qolmuğa dəhşət seliş üçün bugünkü qurultayda bütün Çağatay ulusi bir yerge cəm bolğan fürsətdən paylanıb, Buxara tərəfdən kelib Doğlat qabilesi arasında İslam dinini aşkarı tərğib qılğan Yusuf Sopi deganni atqı sörtüb öldürüşkə buyurdu. Meydandakilar Doğlat Ulusbegi Əmir Bulacının bu şəfqətsizligini görüb dir-dir titreşdi. Canabi Ulusbegi deb vaqirdi bu çağda Barlas qabiləsinin Ulusbegi Əmir Qazğın. Dünyanın işi həmmə vaqt şundaq boludu.
Әттігенді қошал болсаң, кәшқұрылығы қапы болады екенсен. Bir күн арзуыңғы есәң, 10 күн қапылық тартыды екенсен. Ей әмір Bulacı, biləmsən, az bolsumu zulüm qılğan köpnümü qıla alaydı. Lekin zulüm aşsa etiqadını özgərtidiğanlar köpüydü. Nihayət, hazır mənmu, sənmu və başqalarmı əsildiki Burhan diniği bolğan etiqadımızdan vaz kəşkinimiz yox. Biroq hər kimnin salmıqıға qarab taş qoyuşunu unutub qalmağaysan. O sözünü tügütüp yenidən saylanğan Çağatay xani toğluq tümürge qarab qoydu. İşəkni səmirsən, igisini tipidu. Dəb təni qıldı Əmir Bulacı, Barlas Ulus Begi Əmir Qazğınğa qarab. Əmir Bulacı, işək tezək yiyişini işəkdən ügündü. Dəb təni qıl təni bilən cavab verdi Əmir Qazğınmı onunğa boş gəlməsdim. Avazını çıxarma. Mening avazım oğurning avazı emas, balki özümning avazı. Şundaq ekan, nemişqisiningdan qo'rqib avazını chiqarmoqdakman? Zaman buzulsa, atdan eshak o'tib ketidi degan gap mushida, deb Amir Bulacı boshqa oqsoqol amirlarga qarab qaqoqlab kuldi. Agar yana mushunda qaddingdan oshirgan bo'lsang, navkarlarimdan birini chaqirmanda, terangni ta'tir shildirib olman. Meni qilolmaydi deb o'ylama. Birer ölərmən nökürümü seni birdəmnin içidila yığışdırıb qoyalaydı. Əmir Qazğınның Bay Təmür Bahadır degan nökürümü muşu yığında bar idi. O xiqrab turub, "Uluq Əmir, maňa buyruq qıl. Mən bu doğlat küçügünün tilini öz qulum bilan suğurub alay," deb vaqırdı. Sulduz qabiləsinin ulusbigi Əmir Bayan Sulduzmu küçüğü silib içitilgan güçlük qemizni içib optallıq qızıb alğan idi. O bu gapni anlab orundan sakrab turdi da, "Meni qoyub etinglar. Əmir Bulacı'nın sügək buqunun közüdək alayğan közlərini uyub almasam hesab emas," deb vaqırğınıca aldıda turğan kişilərini ittirib yıqtıb, dəssəb çeylab Əmir Bulacı'ga qarab yugurdi. Meydandakilar opur-topur bulup ketişdi. Mushundaq qalaymaqanchilik chiqishni kutib turgan Barlas qabilasining ulus begi Amir Qazg'in ko'zlari bilan ishorat qilardi. Amir Bulacı'ga tushini bilab yurganlarning hammasi yenidan qilishlarini so'rilib, yog'och supiga qarab etildi. "Hay, Toshtemir Bahodir, qenisan?" deb baqirib ketdi Amir Bulacı. "Lashkarlaringni buyurib, mavi yarmaslarni adabga boshlab qo'y. Bo'lmasa, erkilab taytanshib ketishidi." Toshtemir Bahodir bütün ovozi bilan, "Qani yigitlar, kuchinglarni ko'rstinglar," deb buyruq berib vaqirdi turg'avutlarga. Hash-bash degicha maydonning atrofiga va Xanchidirning kayniga yo'shirilgan dastlik turg'avutlar etilib chiqishdi-da, bir natisi Chag'atay xoni to'g'liq Temir bilan Davlat Ulusbegi Amir Bulacı'ni himoya qilishgan holda Xanchidirining ichiga akirib ketdi. Qalğanları barğan beti Amir Qazğın bilan Amir Bayan Sulduzni va Bay Temir Bahodirni qatma-qat qurshib olib, midir-sidir qilg'ili qo'ymadi. Turg'avutlar qural ishlatmasdan ularni mush tepik va qamchi bilan toza adablab bir damning ichidala holidan ketkizib, ondan otning qilidan eshilgan inchika arg'amchilarda hammasini bog'lab tashladi. Amir Bulacı ulus begi bugungi qurultayda cho'qim vaqa chiqadiganligini ko'ngli to'ygan edi. Şuna Toshtemir Bahodirga 4000 turg'avutni hech kimga bildirmay, qurultay bo'lib atgan Xanchidirining atrofiga oldin yo'shirib qo'yishni buyurgan edi. Bu turg'avutlar qurultay boshlanishi bilan tangla yig'in maydonining atrofini qilchi tivish chiqarmayla qatma-qat qurishib olib, hech kimni talog'i chiqqilib qo'ymadi. Bir damdan keyin Toshtemir Bahodirning turg'avutlari qurultayni qalaymaqan qilishga petinigan Amir Qazg'in, Amir Bayan Sulduz va Bay Temir Bahodir qatorliq gadankashlarni Chag'atay xoni to'g'liq Temirning oldiga ittirib akirdi. Amir Bulacı bilan oqsoqol Shiravul do'xtirlarmu shu so'rinda o'ltirishdi.
Toğluq Tömürxan aliləri, mərhum Çağatay xanı Esenbuğa xanның vəsiyyətinə əsasən saylanğan Çağatay xanıdır, dedi Əmir Bulacı Əmir qız qazğınığa qarab. Senin bilen mən həmmimiz uluq boyumuz Çingizxan hayat vaxtıda tüzüb çıxan yasaqlarını kəm kütüsüz icra qilishimiz lazım. Toğluq Tömürxan aliləri bütün Çağatay ulusunun ən hali hükümranıdır. Biz onun barlıq əmir pərmallarını şərtsiz oruluşumuz lazım. Ali hükümranның pərmanını orullaşdan baş tartqan hər qandaq kişinin halığı vay. Ondaq adam qançilik mərtibelik bolup ketişidin qətdi nəzər cəzmən yasaq tartquzuludu. Öyle ki, işt bilən quzğunğu yem bolup, çöllərdə qəbirsiz qilish Çağatay xanıға qarşı turğuçlarının körüdüğən aqibeti. O, Əmir Qazğın bilən Əmir Bayan Suldusni və Bay Təmür Bahadırlarını toyğu çıtıllab rəsvasını çıxarğandan keyin Taştömür Bahadırğı qarab. Hay, Taştömür Bahadır, bir neçə çöçək qimizni kötürəlməyi beş qıyıb, xudunu yoqatqan mavu Əmir Qazğın bilən Əmir Bayan Suldusni atqı məkkəm tengib, kəlgən yerige əvət etinla. Ma Bay Təmür Bahadır degan qalçını at qamçısı bilən ölgidək savanlar. Aqıl ügənsin. Bunundan keyin uluqlarının aldıda nadallıq qılmaydıgan boludu. Taştömür Bahadır hop dep qulluq bildirdi də qolunu şiltidi. Turğa otlar Əmir Bulacını ağzı besilmay tıllavatqan Barlas Ulusbegi, Əmir Qazğınni, Suldus Ulusbegi, Əmir Baya Suldusni və Bay Tömür Bahadırni söyrəgən peti talağa əçqib ketişdi. Bu çağda talardaki opur-topurlarmı allaqaçan besiqib, xan çadırının aldığı yığılışıb alğan adamlarmı tarqab ketişkən idi. Dön qışlaqdaki şikargahda çağırılğan qurultayda Doğlat Ulusbegi, Əmir Bulacı, Toğluq Tömürni Çağatay ulusuğa xan qılıb tikləş məqsədiga yetkəndən keyin Doğlat xalqı içində xoşallıq və bayram təntənisi başlanıb getdi. Əmir Bulacığa şu çağdıla özünü təxit tayançı xan ətkəsi dəb elan qilish mümkünçiligi tamamen mövcud idi. Biroq o adaqı məqsədiga yetiş üçün yəni texi köpləyən tosalğılarını yengishga, yəni texi nurg'unlagan raqiblarini halokatga uchirtishga to'g'ri keladi. Onun üstüge Barlaslar bilen Sulduslar Çağatay saltanatini asanla öz çangıldan çıqırıb qoyuşni xalamaydı. Şuna Əmir Bulacığa öz məqsədiga yetiş üçün aldı bilen şu vaqtlardaki Çağatay elinin acizliqiga yüzləngan halati intayin muvafiq keladi. Keyinchirək bolsa Monğollardaki yat əllərini baş əgdiriş ruhi onun öz məqsədlərini işqa aşırışqa yardım bergen bolsunmu? Amma Çingizxan bilen Çağatay xandan buyanqı Monğol hökümranlarının inqizarıdan keyin Çağatay saltanatının birligidən və müstəhkəmligidən qılcımı əsər qalmağışqa, gerçi İslam dininin təsir göstərişi arqısında Çağatay saltanatının birligi qısqa vaqt əsliga kelgan bolsunmu, amma tədrici halda nəhayət köp xanlıqlarga, bəyliklərə qarab parçalanışqa başladı. Toxtavi qabilisinin aqsaqalı Şiravul Toxtavi uzaqdan beri Çağatay xanı Toğluq Tömür bilen pinhanda xali sözləşib özünün sadıqlığını bir izhar qilish koyda yürətdi. Qurultay günü yüz bergen aşu dəhşətlik vəqələr elimi onun köz aldıdan ketməydi. O özünün ulusbegilik mərtəbəsini saqlab qilish üçün cəzmən Toğluq Tömürni özüge arqı terək qılmay bolmaydıqalığını sezib yetdi də xanның xali vaxtını paylab turub, axiri bir günü onun bilen pinhanda sözləşiş məqsədiga yetdi. Şu günü Əmir Bulacı bargahda nemişqidu körünməkdi. Xan çedirinin içide Çağatay xanı Toğluq Tömür özünün Uyğur pütükçisi Mevlana Şeyx Calalıddin Ketki bilen söhbətləşib oldurğan idi.
Taşdömür Bahadır xanның huzuriga kirib, To'xtavi qabilasining oqsoqoli Shiravul To'xtavining xan oliylari bilan ko'rishishni talab qilib, talada kutib turganligini xabar qildi. Chag'atay xoni To'g'liq Temur Shiravul To'xtavining nima demoqchi ekanligidan obdallik xabari bor edi. Biroq shunchola uzun manzilni besib kelgan bu qerisal odam bilan ko'rishmasdilla uni yo'lga silitishga ko'ngli unmadi. Shunga Taşdömür Bahadirga uni o'zining huzuriga boshlab kirishga ijozat berdi. Hurmatli xaqon oliylari deb egilib ta'zim qildi Shiravul To'xtavi. Sen mening oldimda cho'ng bo'lganliging uchun seningdan sir asrolarimni yoshirib o'ldirmayman. Ilgari sana yaxshi muomala qila olmaganligim uchun barliq qilganlarimga to'limi o'kinaman. Shu chaqlarda men hatto seni boshqalarga berib etmoqchimi bo'lganman. U so'zlab etib Uyg'ur baxtisi Mavlana Shayx Jaloliddin Ketkiga shubhilangandek qarab qo'ydi. Hurmatlik oqsoqol, buningdan obdan xabarim bor, deb istehzo bilan kulib qo'ydi To'g'liq Temur. Men sening lozim topgan yerda, hatto 3-xil qiyofatdagi odam suratida o'ttirg'i chiqa oladiganligingni bilaman. Ha, mana men demadimmi? deb o'zini mazoq qilgandek kuldi Shiravul To'xtavi. Mushu tapda uning tishlari qalmagan kamak eg'izi xuddi qop-qorong'u chashqan kamirga o'xshab qolgan edi. To'g'ri deysan, janobi xaqon oliylari. Men ilgiriki ashu 2 qitimliq savalligimni yuyish uchun zarur bo'lgan yerda hatto 3-chi bir xil odam bo'lishmi qo'limdan keladi. Chunki fursat xuddi kiyim almashtirgandek o'zgarib turadi. Shu fursatdan foydalanish uchun kechirgaysan. Atjonimni, aymoq ulusumni, hatto lavzimni o'zgartib turishnimi ayib ko'rmayman. Atjoningni, aymoq ulusingni o'zgartishingga seni nima majbur qiladi? deb so'radi Chag'atay xoni To'g'liq Temur uningdan yerginib turib. Atjonini aymoq ulusini pat-pat o'zgartib turishga jur'at qilgan kishining lavzini, vijdonini chapsan o'zgartadiganligiga ishonaman. Bu chaqda Chag'atay xonning so'zidagi ochiq istihozini tushungan Shiravul To'xtavi aloq-jaloq bo'lib atrofiga qaradi. To'g'liq Temur yergangandek qilib qo'lini shiltidi. Uning bu qubul vaqti tugidi, endi kassang bo'ladi degani edi. Shiravul To'xtavi xonning huzuridan salpaygan peti chiqib ketdi. Qurultay bo'lib 3 oy o'tib, bir kuni tushdan keyin Mavlana Shayx Jaloliddin Ketki divan xasta putukchilik ishi bilan mashg'ul bo'lib o'ltiradi. Chag'atay xoni To'g'liq Temur kaypicha holda divan xasqa kirib keldi. Xaqon oliylariga mendan salom deb ta'zim qildi. To'g'liq Temurni ko'rib, Mavlana ittik o'rnidan turib. Hurmatlik Mavlana, tuzut qilmag'aysan, o'ltirib ishingni qilavergaysan, dedi To'g'liq Temur ustoziga. Sen bilan suhbatlashay deb qishingga kirdim. Xon chedirida ulus begining ko'z quloqlari ko'p, pinhon emas. Shunga udulla mush yerga keldim. Ortiqcha bezatata bo'lmag'aysan. Marhamat, xaqon oliylari, qo'lim ko'ksimda, dedi Mavlana qo'l qovushtirib turib. Suhbatingga har vaqt tayyorman. Mavlana Shayx Jaloliddin Ketki xonning so'z boshlashini kutib jim turdi. Divan xasta bir pas jimjitlik hukm surdi. Ey hurmatlik ustoz, majlis kunidagi vahshiylikni ko'rding, dedi Chag'atay xoni To'g'liq Temur oraliqdagi sukunatni buzib. Amir Bulaji tarafidan o'limga buyurilgan Buxorolik musulmon o'limasining sabqini menga musulmonlikdan ortiq diniy dinoyat, sirru nasab va ilmu hikmat yo'q ekanligini tunutdi. Biroq bilmadimki, ashu Buxorolik musulmon o'limasi ulus begidan bir qo'shiq qinini tilagan bo'lsa, ulus begi balkim rahim qilib uni
öldürmegen bolatdimikin? Ey Hakan, sen jandın keşmigiçe jananğa yetkili bolmaz degen gepni anlamaganmı? Buxaralıq musulman ölemasi Haq Taala yolunda ölmekni hayatıdan əla bilgenligi üçün ölümge baş əgmedi. Bilemsen, onun nəzirdə şu dəqiqinin özü can təsəddüq qılıdığan çağ idi. Əmir Bulacı degen rəhimsiznin özgə zulüm qılıvatqanlığını görüp, onunğa yana təzim qilish, çıray içish, onundan özüge rəhim şəfqət tiləş, vicdan cümlesinden emesligi onunğa ayan idi. Hayatlıq yolunu taşlap koyup, mamatlıq yolunu tallışığa onu nimi mecbur kılgandı? Çin etiqat, dedi Mevlana Toğluq Tömür'nün sözüge cevaben. Haq Taala bolgan çin etiqat onu hayatlıq, nicatlıq yolunu tərk etip, ölüm yolunu tallaşqa mecbur kıldı. Sözün tamamen toğra. Kişilərinin etiqadı susluşup ketiyatqan bugünkü gündə öz etiqadı yolunda qurban buluş nemi degen ali canablıq? Ey hörmətlik Haqani əzzəm, bu haqiqatni tonup yetəligen bolsan, səndən teximi çoğ ümid kütkülü bolğudək. Ey hörmətlik Mevlana, qandaq deysən? Sən hele kişilərinin etiqadı susluşup ketiyatqanlığını tılğı elib ötdün. Dedi Mevlana Şeyh Calalıddin Ketki oyçan közleri bilen onunğa tikilip turup. Qayerdə kişilərinin etiqadı suslaşqan bolsa, şu yerdə mənəvi buhran yüz bergeligini körülüş mümkün. Halbuki tən salametlik bilen siliştirganda mənəvi buhranni bir türlü kesel alameti dep düşünüşkü boludu. Birak beğəm anqavlıq bilen siliştirganda mənəvi buhran bir xil hayatilikdən derek beridi. Nihayet, mənəvi buhran ən eğirlaşqanda etiqat buhranını keltirip çıqırdı. Çünki mənəvi buhran eğirlaşqanda kişilərinin pütkül turmuş qarışığa yetekçilik qılıdığan tüp etiqadını yimirip taşlaydı. Əslində, yüksək qimmetke ega deyilip kelivatqan konu etiqad öz qimmetini yoqtup qoydu. Şuna, muşundaq muhit içidiki her qandaq bir etiqad tuzulması astıda, haqiqi etiqad faqat az sandiki bir bölek adamlarga mensup bolğanidek, mənəvi buhran yüz bergen her qandaq davr millatda mənəvi buhranның ta'sir küçünü haqiqi his qilib yetish faqat az sandiki munavvar kishilarga mensup boludu. Şundaq, bu haqiqatni men his qildim. Dedi Çağatay Xani Toğluq Tömür qattiq ta'sirlangan holda. Çin etiqad xuddi adamning umurtqisiga o'xshaydi. Etiqadsiz adam go'yo umurtqisiz adam. Nayt to'g'ri etding, ey Haqani azam, deb uning so'zini tasdiqladi Mevlana. Şuna Çin insan özünü hammadan avval haqiqiy etiqad bilan qurollandirishi kerak. Şunda qılğandılar kişi məngü adaşmaydigan boludu. Qadimqi zamanda yaşagan bir hüküma şagirdlarga ders ötütüp, şira üstüdeki bir lonqını körsüp durup, mundaq depdi. Şira üstüde turgan bu lonqa hazır quruq. Biz hazır onun içini taş bilen tolduraylı. U şira üstüde turgan heyliqi lonqının içiga qoşmuşdak taşlarını bir-birlep salgılı turupdu. Ahiri lonqının içi heyliqi taşlar bilen liq tolupdu. U şagirdlardan lonqının içi liq toldu mu dep sorapdı. Şagirdları şundaq içi liq toldu dep cevap berişipdi. Hüküma şundaq mu? Undaq bolsa lonqının içiga yana başqa narsalarni silish mumkinmi? Sınap görəyli depdi. Lonqının içiga meğizdak uşaq taşlarını silip lonqını mediriltip diken, heyliqi uşaq taşlarımı lonqının içideki yoğan taşlarının arasıga kirip, sığıp ketipdi. Əmdiço, lonqıga yana başqa narsa sığamdı yoq, dep sorapdı o şagirdlardan. Yani sığışı mümkün, dep cevap berişipdi şagirdları. Naiti yaxşı dedin, depdi hüküma. Ondan lonqının içiga asta qum qoyuşqa başlapdı. Qum lonqının içideki çoğun kiçik taşlarının arasındaki boşluqlarını
bütünley toldurupdu. Bu çağda höküma. Lonkının işçiге endi boşluk barmı? Dep soraptıken şagirdleri, yani boşluk buluşu mümkün deyişipdi. Bu çağda heliqi höküma bir çeynek suni, taş, şeğil ve kum bilen toldurulgan heliqi lonkiga kuyuşqı başlapdı. Asta kuyulgan bir çeynek sumu ahiri heliqi lonkiga sınıp ketipdi. Höküma şundaq depdi. Bu hadise nemini düşendirdi? Qani qaysinglar cevap beralaysizlarkin? Bu hadise vaqt qancha qis bolgan bilan taqdirmu tirishsila qisqigina vaqt ichida yana nurg'un ishlarni vujudga chiqarg'ili bo'ldiganligini tushuntirib berdi, deb javob berishibdi shogirdlari. Hargiz undaq emas, debdi hukuma shogirdlarning javobini qabul ko'rmay. Bu hadise o'z ichiga olgan teran ma'no. Bizga agar lonqiga hammadan avval yo'g'on tashlarni sig'dirib olmagan bo'lsak, bu narsalarning hech qaysini lonqiga sig'dirg'ili bo'lmaydiganligini isbotlab beradi. Yana bu hodisa bizga kishilik turmushdan iborat bu cho'ng lonqini cho'ng tash bilan avval to'ldirib olish lozimligini tushuntiradi. Undaq bo'lsa, kishilik turmushdagi cho'ng tashlar nimadir? Kishilik turmushdagi cho'ng tash e'tiqodmi? Yoki ilm irfanmi? Yoki g'oyimi? Esinglarda bo'lsinki, odam hammadan avval kishilik turmushdagi ashu cho'ng tashlar masalasini yaxshi bir taraf qilib olish lozim. Bo'lmasa, umr voyat pushaymon bilan o'tishga to'g'ri keladi. Mevlana Şeyh Jaloliddin Ketkining bu qisqigina hikoyasidan teran ma'no to'g'liq to'mirni qattiq ta'sirlantirdi. Shunga barakallah, ey hurmatlik ustoz aqlinga, deb maqtab ketdi ixtiyorsiz holda. Men sening demakchi bo'lganlaringning hammasini tushunib turibdiman. Shundaq, men davron buhronlarining butkul sinoqlariga bardoshlik berish uchun o'zimni hammadan avval chin e'tiqod bilan qurollantirg'ayman. Iloha, deganlaring qutatsin, ey haqani azam, deb Mevlana Şeyh Jaloliddin Ketki uzoq duo qilib to'xtamadi. Nazm. Yıllar cheksiz payoni yo'q, hayot uzun. Jahonda xalq beshimizdan o'tmak istar. Qo'ldan qo'lga o'tib shohliq bizga yetdi. Bizdan yana boshqa qo'lga shundoq o'tar. Shayx Saidi 9-bob oxirlashdi.